Salam, hər vaxtınız xeyir. Test toplusundan funksiyalar və qrafiklər bölməsinə aid testlərin izahı ilə davam edirik. Deməli, birinci sualda nə verilib? Şəkildə hansı funksiyanın qrafiki təsvir edilmişdir? Şəkildəki funksiyanın təyin oblasti -1-dən müsbət sonsuzluğa kimidir. Və bu 3-2 nöqtəsindən keçir. Həm də bu kökaltı funksiyadır. Kökaltı funksiyadır. Deməli, onda biz həmin funksiyanı bu şəkildə təsvir edə bilərik. Y bərabərdir kök altında ax plus m şəklində. Həmin funksiyanın üzərində olan nöqtələr -1, 0 nöqtəsidir. Bir də 3, 2 nöqtəsidir. Gətirib onu yerinə yazası olsaq, onlar 0 bərabərdir kök altında -a üstə gələk m. Buradan hər tərəfi kvadrata yüksəltsək, m minus a bərabərdir 0 olar. Və digər tərəfdən 3 və 2-ni yerinə yazası olsaq, onlar 2 bərabərdir kök altında 3a üstə gələk m. Kvadrata yüksəltsək, onlar m üstə gələk 3a bərabərdir 4-ə. Buradan tərəf-tərəfə çıxsaq əgər, alarıq -4a bərabər -4-ə. Buradan a bərabərdir müsbət 1-ə. A 1-dir. Aparıb istənilən tənişdə yerinə yazaraq m-in də 1 olduğunu görə bilərik. Onda deməli həmin funksiya y bərabərdir kök altında x üstə gələk 1 şəklindəymiş. Deməli cavab oldu B variantı. Sonra baxaq ikinci suala. İkinci sualda da eyni tipli sualdır. Təyin oblasti 2-dən başlayır və müsbət sonsuzluğa kimidir. Deməli onda bu həmçinin 2 0 nöqtəsindən keçir. 2 0 nöqtəsindən keçir. Gətirib yerinə yazsaq, 0 bərabərdir kök altında 2a, daha doğrusu 2x. X'in yerinə 2 yazanda olur 2a üstə gələk m. Buradan alırıq m üstə gələk 2a bərabərdir 0. Digər tərəfdən bu 6 2 nöqtəsindən keçir. Olur 2 bərabərdir kök altında 6a üstə gələk m. Buradan da m üstə gələk 6a bərabər 4 alırıq. Tərəf-tərəfə çıxsaq, -4a bərabərdir -4-ə, a bərabər 1 olar. A-nın yerinə 1 yazsaq, onda m-i -2 tapmış oluruq. Deməli, həmin funksiya y bərabərdir kök altında x minus 2 şəklindəymiş. Bu da C variantında verilib. Funksiyasının qiymətlər çoxluğunu tapın. Üçüncü sual. Deməli, verilmiş funksiyanın təyin oblasti x plus 3 böyük bərabər 0-dır. Bunu kökə salsaq, kök altında x plus 3 böyük bərabər 0. Buradan da y böyük bərabər 0 almış oluruq. Deməli, cavab olur B variantı. Sonra dördüncü sual. Funksiyasının təyin oblastını tapın. Verilmiş ifadədə 3 minus x bilirik ki, kökün altı mənfi ola bilməz. Cüt dərəcədən kökün altı. Bu da böyük bərabər 0. Kökə salsaq hər tərəfi 3 minus x böyük bərabər 0 almış oluruq. Deməli, bu 0-dan müsbət sonsuzluğa kimi olur. Qrafik hansı funksiyaya uyğundur? Verilmiş qrafik modul funksiyadır. Yəni y bərabərdir. Modulda x minus m üstə gəlsin n şəklindədir. Və bu koordinat başlanğıcından keçdiyinə görə təpə nöqtəsi 0 0-dır. Onda y bərabərdir. Burada a var. A modul x şəklində yaza bilərik. Bu 2 2 nöqtəsindən keçir. 2 2 nöqtəsindən keçir. Gətirib yerinə yazsaq, 2 bərabərdir a vuraq modulda 2. Buradan a-nın 1 olduğunu görərik. Onda funksiyamız y bərabər modul x funksiyasıymış. Deməli, burada da cavab oldu C variantı. Funksiyasının ən kiçik qiymətini tapın. Moduldakı ifadə ki var, x minus 1. Bu bilirik ki, böyük bərabərdir 0-dan. Hər tərəfə -2 əlavə etsək, onda alarıq modulda x minus 1 minus 2 böyük bərabər -2-dən. Bu da y desək, böyük bərabər -2. Qiymətin funksiyasının ən kiçik qiyməti -2-yə bərabər olmuş oldu. Y variantı. Eyni qayda ilə buradakı -1 bu funksiyanın ən kiçik qiymətidir. 8-ci sualda qrafiklərdən hansı funksiyasının qrafikidir? Təpə nöqtələri görürük ki, burada -2, -1-dir. Deməli, -2, -1, A-sı 1-dir, yəni qolları da yuxarı olmalıdır. Cavab oldu B variantı. Sonra 9-cu sual funksiyasının təyin oblastını tapın. Biz bilirik ki, cüt dərəcədən kökün altı mənfi olmur.
Yani 1 minus x böyük bərabərdir 0-dan. Buradan x kiçik bərabər 1 alırıq. Eyni ilə digərində x plus 1 böyük bərabər 0. Buradan da x böyük bərabərdir mənfi 1. Daha doğrusu burada da x minus 1'dir. Bunu da nəzərə alaq. Burada da x minus 1 böyük bərabər 0. Buradan da x böyük bərabər 1. Bu iki funksiya aldığımız x-in qiymətlərini kəsişdirsək, görərik ki, cavabımız elə yeganə 1 qiymətidir. Cavab oldu D variantı. 10-cu sual. Funksiyanın təyin oblasını tapın. Y bərabərdir. Kök altında 3 çıxaq pi bölək x minus 2. Kökün altındakı ifadə bilirik ki, müsbət olmalıdır. Yəni 3 minus pi bölünsün x minus 2 böyük bərabər 0-dan. Sürətdəki verilmiş 3 minus pi mənfi ədəddir. Yəni 3 minus 3 tam %14 bu şəkildədir. Yəni sürət mənfidir. Onda məxrəcdəki bu ifadə də mənfi olmalıdır ki, mənfini mənfiyə böləndən müsbət etsin. Onda x minus 2 kiçikdir 0-dan. Bərabər ola bilmir 0-a, çünki məxrəcdədir. X kiçikdir, alırıq buradan 2. 2-dən kiçik, yəni mənfi sonsuzdan 2-yə kimi. 11-ci sual. Funksiyanın təyin oblasını tapın. Buradakı məxrəcdəki ifadə müsbətdir. Onda sürətdəki 2x minus 8 böyük bərabər 0 olmalıdır. Buradan x böyük bərabər 4. Cavab olur E variantı. Sonra 12-ci sual. 12-ci sual. Funksiyasının ekstremum nöqtəsini tapın. Y bərabərdir. Modulda 2x plus 10. Buradan 2-ni çıxarsaq kənara. Qalar x plus 5. Üzərinə bir dənə 0 yazıram. Bunun təpə nöqtələri mənfi 5 və 0-dır. Ekstremum nöqtəsini istəyir. Yəni bu da mənfi 5-ə bərabərdir. Cavab olur 12-ci sualda D variantı. Sonra baxaq 13-cü suala. Belə bir funksiya verib, onun təyin oblasını istəyir bizdən. Deməli, 13-cü sual. Y bərabərdir. Kök altında 5 minus kök altında 26 bölünsün 2x minus 9. Biz həqiqi ədədlər dərsindən bilirik ki, 5 minus kök altında 26 ədədi mənfi ədəddir. Onda belə çıxır ki, kökün altının mənfi olması üçün, yəni bu verilmiş ifadə mənfidir. Kökün altının da müsbət olması üçün məxrəci mənfi olmalıdır ki, iki mənfini bir-birinə böləndən müsbət etsin. Buradan alırıq 2x minus 9 kiçikdir 0. X də kiçikdir 4 onda 5. Yəni cavab olur 4 onda 5-dən mənfi sonsuzluğa. D variantı. Sonra 14-cü sual. A parametrinin isə tam qiymətinə funksiyasının qrafiki koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçirsə, onda bu mütləqdir ki 0, 0 nöqtəsindən keçir. Yəni x-in yerinə 0 yazdıqda y-də 0 olmalıdır. Onda yaza bilərik 0 bərabərdir kök altında. X-ə 0 yazsaq gedir, qalır a kvadratı minus 9'un kvadratı plus a kvadratı minus 9. Buradan bunları ixtisar aparsaq 0 bərabərdir. Modulda a kvadratı minus 9 üstə gələk. Alarıq burada a kvadratı minus 9. A kvadratı minus 9'u sola keçirsək, alarıq modulda a kvadratı minus 9 bərabərdir mənfi a kvadratı minus 9. Əgər moduldan onun əksi çıxırsa, onda belə çıxır ki, modulun daxilindəki ifadə mənfiymiş. Yəni a kvadratı minus 9 kiçikdir, bərabərdir 0-a. Buradan a-ya alırıq. A kvadrat kiçik bərabər 9, yəni a mənfi 3-dən müsbət 3-ə kimidir. Bizdən də a parametrinin qiymətlərinin sayını istəyir. Bu da olur 3 minus mənfi 3 üstə gəl 1, yəni 7. Deməli, burada da cavab oldu 7. Sonra 15-ci sual. 15-ci sual da eyni tipli sualdır. Burada da x-in yerinə 0, y-in yerinə 0 yazsaq, alarıq 0 bərabərdir. Modulda a kvadratı minus 16 üstə gələk a kvadratı minus 16. A kvadratı minus 16 modulda bərabərdir mənfi a kvadratı minus 16. Əgər moduldan əksi çıxıbsa, onda deməli modulun daxilindəki bu ifadə mənfi və yaxud da 0 imiş. Buradan da a-nı mənfi 4-dən müsbət 4-ə kimi almış oluruq.
Bunun da qiymətlərinin sayı 4 minus mənfi 4 üstə gəliş 1 bərabərdir 9-a. Deməli 15-ci sualda da cavab oldu 9. Sonra baxaq 16-cı suala. Funksiyası üçün uyğunluğu müəyyən edin. Bizə təyin oblastı verilibdir variantlarda və cüt azalan olmasından da danışır. Gəlin birinci təyin oblastına baxaq. Birincidə x plus 4 böyük bərabərcə 0-dan x böyük bərabər mənfi 4 təyin oblastı olur. Mənfi 4-dən müsbət sonsuzluğa. İkincidə x minus 3 böyük bərabərcə 0-dan x böyük bərabərdir 3-dən. Burada da alırıq 3-dən müsbət sonsuzluğa. Sonuncuda isə x minus 4 böyük bərabərcə 0-dan x böyük bərabərdir 4-dən. Yəni 4-dən müsbət sonsuzluğa kimi olmuş olur. Deməli, bu oldu belə. Sonra qrafiklərini qursaq. X plus 4 bu təyin oblastı mənfi 4-dən müsbət sonsuzluğadır. Olur bu şəkildə. Yəni artır. Sonra ikinci 3-dən başlayaraq artır. Bura 3-dür. 3-dən başlayaraq artır. Və nəhayət sonuncusunda mənfi kök altında ifadə. Yəni bunun qiymətlər çoxluğu mənfidir. Çünki bu kökdən müsbət çıxar. Qarşısındakı mənfiyə görə qiymətlər mənfi olur. Təyin oblastı 4-dən başladığına görə bunun qrafiki olur bu şəkildə. Yəni bu azalır. Azalan funksiyadır. Deməli bura uyğundur. Sonra təyin oblastı 4 müsbət sonsuzluq deyə bura uyğundur. Mənfi 4 müsbət sonsuzluqdursa təyin oblastı bura uyğundur. Təyin oblastı 3 müsbət sonsuzluqdursa buradır. Bunlardan heç biri cüt funksiya deyil. Sonra 17-ci sual. 17-ci sualda da eyni şeydir. Deməli təyin oblastı mənfi 3-dən müsbət sonsuzluğadır. Bura C variantıdır. Bunun təyin oblastı 2-dən müsbət sonsuzluqdur. Bura D variantını yaza bilərik. Təyin oblastı 3-dən müsbət sonsuzluqdursa bura B variantını yaza bilərik. Və tək funksiya bunlardan heç biri nə təkdir, nə də cütdür. Artan funksiyadır. Burada A-sı müsbətdir deyə bu artır. Deməli bura yazırıq E variantı. Sonra 18-ci sual. Funksiyasının sıfırlarını verilmişdir. Q, M hasilini tapın. 18-ci sual. Y bərabərdir. X-in kvadratı plus Px plus Q. Yəni sıfırlar deyişdə tənliyin kökləri verilibdir. Burada köklər 4 və 2-dir. Onda hasili 8-dir. Yəni Q-yə 8 yazırıq. Toplayanda 6-dırsa, deməli onda P-si mənfi 6 imiş. X-in kvadratı minus 6x plus 8 imiş. Buradan P-ni tapdıq ki, mənfi 6-dır. Q-nü tapdıq ki, 8-dir. Sonra digərində isə sıfırlar 2 mənfi 5-dir. 2 mənfi 5-dirsə, yəni onda bu nöqtənin kökləri 2, mənfi 5, bir də 0 nöqtəsi imiş. Aparıb yerinə yazası olsaq, alarıq belə 0 bərabərdir modulda 2 minus m üstə gəlir n. Bir dəfə də mənfi 5, daha doğrusu 0 bərabərdir. Modulda mənfi 5 çıx m üstə gəlir n. Bunu tərəf-tərəfə çıxsaq 0 bərabərdir. Deməli 2 minus m çıxaq modulda mənfi 5 minus m n'lər də gedər. Alarıq 2 minus m bərabərdir 5 üstə gələk m. Buradan 2 minus m bərabərdir 5 üstə gəl m. Mənfi 3 bərabərdir 2 m. M də bərabərdir mənfi 1/5-ə. Və yaxud da əksi çıxsa 2 minus m bərabərdir mənfi 5 minus m. Buradan m'lər getsə 2 bərabər mənfi 5 eyniliyi alırıq ki, belə bir şeydə mövcud deyil. Deməli, m mənfi 1/5 tapdıq. Aparıb yerinə yazası olsaq verilmiş tənişlərdən birində 0 bərabərdir. Modulda 3/5 alırıq. Burada üstə gəl n. Deməli, m bərabərdir mənfi 3/5-ə. Bizdən istədiyi Q m hasilidir. M mənfi 1/5-dir. Q-sü də 8-dir. 8-i də vursaq mənfi 1/5-ə. Bu da eləyər mənfi 12. Deməli, burada cavab oldu mənfi 12. Nəhayət sonuncu suallara keçid alırıq. 19-cu sual. 19-cu sual. Bu da eyni sualdır. 6-nı mənfi 3-ə vursaq mənfi 18. Q oldu mənfi 18. Buraya yazdıq mənfi 18. Digər tərəfdən mənfi 3 və 7-ni veribdir. Deməli, aparıb modul
funksiyada yerinə yazsaq, -3 və 7-ni onlar belə 0 bərabərdir modulda. -3 minus m üstəgəl n. Bir dəfə də 0 bərabərdir. 7 minus m üstəgəl n. Tərəf-tərəfə çıxsaq, alarıq 3 üstəgəlik m, çıxaq 7 minus m. 7 minus m bərabərdir 0. 3 üstəgəlik m bərabərdir 7 çıx m-ə. 3 üstəgəl m bərabərdir 7 çıx m-ə. Buradan 2m bərabərdir 4-ə. M bərabərdir 2. Əks işarə ilə çıxartsaq, 3 üstəgəl m bərabərdir m çıx 7-yə. M-lər gedər. 3 bərabər -7 alarıq ki, belə bir eynilikdə mövcud deyil. M-i tapdıq 2 və biz künü də bilirdik -18. Bunları da bir-birinə vursaq, alarıq -36. Burada cavab oldu -36. Sonra nəhayət 20-ci sual. Funksiyasının qrafiki koordinat başlanğıcı və 3-cü rubdə yerləşərsə, A parametrin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Bu koordinat başlanğıcında yerləşirsə, deməli, əgər funksiyanın qrafiki 3-cü rubdə yerləşirsə, onda belə çıxır ki, biz bilirik ki, 3-cü rubdə x mənfidir. Yəni, x-in mənfi hissəsinə düşür. Və bu 3-cü rub olması üçün bu hökmən bu belə getməlidir. Burada da görürük ki, y-də mənfi olur. Yəni, bir sözlə, buradakı x və y mənfi olmalıdır. Həmin funksiyanı köçürsək, y bərabərdir a kvadrat minus 64 kök altında 3 minus a vuraq x. Buradakı x əgər mənfidirsə, kökün altının müsbət olması üçün onda bu da mənfi olmalıdır. Yazıram 3 minus a kiçikdir 0. Buradan 3 kiçikdir a-dan almış oluruq. Digər tərəfdən y-in mənfi olması üçün biz bilirik ki, bu kök onsuz da müsbətdir. Onda belə çıxır ki, bu mənfi olmalıdır. A kvadrat minus 64 kiçikdir 0-dan. Buradan a-nın -8 və -8 aralığında dəyişdiyini görürük. Biz də almışdıq ki, a 3-dən böyük olmalıydı. Onda 3-dən böyük 8-dən qiymətləri nəzərə alsaq, 4 üstəgəl 5, üstəgəl 6 və üstəgəl 7. O da eləyər 22. Deməli, 20-ci sualda da cavab oldu 22. Sağ olun, növbəti videolarda görüşənədək.